Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə bədii təsir vasitələrinin izahını verəcəm. Bədii təsir vasitələri dilin ən mühüm tərkib hissələrindən biridir. Bədii təsir vasitələrinin digər adı isə məcazlardır. Yəni düşünün bir şeir, bir əsər, bir cümlə düşünürsünüz. Yəni ədəbiyyatla bağlı. Həmin cümlədə əgər məcaz yoxdursa, sanki bir evin pəncərəsi, qapısı yoxdur, ona bənzədilir. Və əsərdə də bədii təsir vasitələrində də məcazlar əsas şərtlərdən biridir. Yəni məcazlar dilin daxili gözəlliyini, onun bütün incəliklərini obrazlı şəkildə əks etdirir. Məsələn, bədii təsir vasitələrindən biz mütləq adlarını ifadə vasitələrindən fərqləndirməliyik. Birinci epitet, daha sonra ikinci təşbeh, üçüncü simvol, təşbeh dedim, metonimiya və son olaraq isə metafor. Dedik ki, bədii təsir vasitələri epitet, təşbeh, simvol, metonimiya və metafor olmaqla 5 yerə bölündü. Gəlin indi uşaqlar, biz sizlə epitet haqqında keçək. Epitet nədir? Epitet Yunan sözü olubdur. Bütün qeydlər burada yazacağam. Yəni ekran şəkli çəkib saxlaya da bilərsiniz. Yunan sözü olubdur. Mənası isə əlavə deməkdir. Və epitet bədii təsir vasitələrinin sadə növüdür. Ümumiyyətlə, bədii təsir vasitələrinin sadə növü də var, mürəkkəb növü də var. Amma bu təsir vasitələrini biz rahatlıqla yaratdığımıza görə biz buna sadə növ deyirik. Sözdə düşünün, bir dənə sözdür. Mən bunu cümlə üzvü olaraq təyinə bənzədirəm. Sözə daha qüvvətli bir sözün qoşulmasından biz epitet yarada bilərik və buna da əlavə ona görə deyilir ki, başqa bir sözün təyinin əlavə edilməsinə. Baxın, başqa bir sözün, yəni təyinin əlavə edilməsi. Aidi qrammatik təyindən bu fərqlənir. Nəyə görə aidi qrammatik təyindən fərqlənir? Məsələn, epitetdə biz obrazlılıq olmalıdır, məcazilik olmalıdır. Amma aidi təyində bunların heç birinə rast gəlmirik. Məsələn, deyirəm ki, soyuq su. Bu aidi təyindir. Doğrudan soyuq su olur. Amma soyuq münasibətli idişdə isə bu epitet deyə bilərik. Çünki burada artıq münasibəti bir növ məcazi mənada mən sizə çatdırdım. Və yaxud da başqa bir çoxlu nümunələr var. Məsələn, deyir ki, ipək saçların. Burada ipək saç deyəndə, deməli burada da ipək sözü epitetdir. Həmçinin imtahanda bu çox düşür. Qızılqum, qızılqum. Baxın, əgər uşaqlar qızılqum deyirsə, bu epitetdir. Amma yox, qızılıqum deyirsə, bu epitet deyil. Nəyə görə epitet deyil? Çünki artıq burada qızılı deyirsə, sən burada rəngini bənzədir. Qızıl, amma deyəndə burada qızılın özünü nəzərdə tuturdu deyə. Burada məcazilik var idi. Amma burada isə məcazilik olmadığına görə biz buna epitet nümunəsi deyə bilmərik. Baxın uşaqlar, bura dəli kür. Burada epitet işlənibdir. Deməli, kürün dəli olması. Və biz belə bir şey yadda saxlamalıyıq ki, deməli, bütün epitetlər, baxın uşaqlar, bütün epitetlər qrammatik təyin ola bilər. Yəni, cümlə üzvü olaraq onsuz da təyin olur. Amma bütün qrammatik təyinlər epitet ola bilmir. Bunu yadda saxlayın ki, çünki Azərbaycan dilində hər işlənən təyinə biz epitet demirik. Amma ədəbiyyatda işlənən epitetlərə biz təyin deyə bilərik. Deməli, burada da dəli kür dedim. Dəli sözü burada epitetdir. Başqa bir nümunələrə diqqət yetirək ki, orada daha çox da qəşəng başa düşəcəksiniz. Məsələn, deyirəm ki, sənin çoxlu şirin dastanın var. Baxın, burada şirin sözü artıq epitet nümunəsi kimi verilibdir. Və yaxud da deyirəm ki, qara qız, hilal qaşlı qız, lal səhrada araz ancaq haray çəkir insan kimi. Və yaxud da deyirəm ki, hilal qaş. Burada qızın qaşını hilal qaşa
bənzətdiyimə görə burada da epitet nümunəsi var. Və yaxud da Səməd Vurunun Vaqe pyesində belə bir şey vardı. Şairə sənətdir tikanlı söz. Tikanlı söz. Burada da epitet nümunəsi işlədilibdir. Daha sonra deyə bilərik ki, dodağında şirin sözlərim var. Burada məsələn şirin söz. Baxın, burada da epitet var. Gəlin indi kitab üzərindən baxaq. Bunlara diqqət yetirək uşaqlar. Deyir, indi qara dəniz bu göz qanı görməyə günəş üzür. Bax, günəş üz. Burada epitet nümunəsi işlənibdir. Burada günəş üz, necə üz? Təyindir. Alagöz, sərvboy, boyunu sərvə bənzədir. Bəydi təyindir, epitetdir. Qızılqum, bayaq dediyim kimi təyindir. Məcnun səhralar, dəli səhralar. Burada təyindir. Leyli bulaq. Eyni ilə burada da təyindir. Deməli, biz bu nümunələrə epitet nümunəsi deyilir. Baxın, şirin çay bu epitet deyil. Amma şirin söz isə epitet olacaqdır. Çünki burada məcazilik özünü göstəribdir. Epitet haqqında dedik ki, ümumiyyətlə bədii təsvir vasitələri məcazlara adlanır. Epitet fikri daha qüvvətli şəkildə çatdırmaq üçün digər adı epitetin əlavədir. Burada ahu baxış, gülüz, qələm qaşlı, sərboylu bunların hər biri epitetdir. Döyüşə aslan ürəkli oğullar gərək. Burada aslan ürəkli deməli epitet nümunəsi işlənibdir. Uşaqlar, bir də var ki, epitet anlayışında müqəyyəd epitet düzdür. Bu, düşünmürəm, abituriyentlərə düşməz, amma müəllimlərə düşə bilər və yaxud da qarşınıza çıxa bilər. Hər hansısa bir kurs sınağına getdinizsə, kurs sınağında sala bilərlər müqəyyəd epitet. Bu epitet, mən Azərbaycan dilində buna frazoloji birləşmələr olur. Necə ki, daşlaşmış, sabit birləşmələrdə dəyişməz. Müqəyyəd epitetdə odur ki, bəzən bir sənətkarın işlətdiyi hər hansısa bir epiteti başqa bir sənətkar da işlədir, onun dilindən götürür. Beləliklə, həmin daşlaşmış ifadələr get-gedə yayılırsa, buna müqəyyəd epitet deyilir. Məsələn, ahu gözlüdür, sərt boyludur. Deməli, bunlara biz müqəyyəd epitetlər deyə bilərik. Çünki bunlar daşlaşmış epitetlərdə hər hansısa bir sənətkar şeirində gözəl bir qız obrazı yaradanda bu ifadələrdən gembol istifadə eləyir. Keçirik indi isə bizim növbəti təsvir vasitəmiz təşbeh nümunəsidir. Deməli, təşbeh ərəb sözüdür. Mənası oxşatma deməkdir və bu da məcazın sadə növlərindən biridir. Sadə yaranır. Deməli, təşbehdə əsas cəhətdə müqayisə durur. Nəyə görə? İki obraz müqayisə edilir və daha özündən güclü bir obraza bənzədilir. Yəni, burada əşya başqa bir əşya ilə qarşılaşdırılır. Deməli, biz təşbehin digər adına deyəcəyik bənzətmə. İmtahanda da sizə bu adda düşəcəkdir təşbeh. Qüvvətli, baxın, özündən daha qüvvətli bir obraz bənzədilməsi təşbehdir. Təşbehdə hansı ünsürlər olur? Uşaqlar, təşbehdə 4 dənə ünsür olmalıdır. 1. Bənzəyən, 2. Bənzədilən, 3. Bənzətmə qoşması və 4. Bənzətmə əlaməti. Deməli, dedik ki, təşbehdə 4 dənə ünsür oldu. Bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti. Bunların hər dördü təşbehdə iştirak edə də bilər, etməyə də bilər. Əgər bu dördünün hamısı iştirak edirsə, biz buna müfəssəl təşbeh deyirik. Məsələn, deyirəm ki, nümunə olaraq Əli şir kimi güclüdür. Nəsə, orada səhvlik oldu. Əli şir kimi güclüdür. Mən burada əlini şirə bənzətdim. Bənzəyən, bənzədilir şirə, qoşma və əlamət. Deməli, burada dördü də iştirak elədiyinə görə mən buna müfəssəl təşbeh deyirəm. Amma mükəmməl təşbehdə isə ikisi iştirak eləyir. Məsələn, burada bənzəyən olur. Bir də uşaqlar, bənzədilən olur. Bənzəyənlə bənzədilən. Məsələn, deyirəm ki, dodağı yaqutdur. Görürsünüz uşaqlar, burada dodağı yaqutdur. Siz artıq burada kimi sözünü özünüz artıra bilirsinizsə, deməli bu mükəmməl təşbehdir. Hətta mükəmməl təşbehi siz belə yadda saxlayın ki, mükəmməl təşbehdə
az sözlə ifadə olunur. Necə ki, bir natiq insanı az sözlə fikrini çatdırırsa, biz ona deyirik ki, o həmin natiq insandır. Çox gözəl danışır, az sözlərdən istifadə edir. Yəni mükəmməl təşbehdə də 2 dənə bənzəyən və bənzədilənlərdən istifadə etməklə fikrini çatdırır. Dodağı lalədir. Və yaxud da gəlin bu nümunələrə diqqət edirək. Camalın günəşdə. Burada mükəmməl təşbehdən istifadə olunubdur. Camalın günəş kimidir? Deməli, 2 dənə əlamət var, bənzəyən və bənzədilən. Qəmərdir üzün, yəni üzün qəmər yenə kimidir istifadə elədim. Bu da mükəmməl təşbeh nümunəsidir. Bulud kimi əridir. Daha sonra burada kimi işlənib deyə buna da təşbeh nümunəsi deyəcəyik. Yelkənsiz bir gəmi, ruhsuz bir cəsəd. Baxın, burada da belə bir nümunə verdim. Deməli, yelkənsiz bir gəmi kimidir? Bu da təşbeh nümunəsidir. Ruhsuz bir cəsəd kimidir? Təşbeh nümunəsi işlənib. Bu xan bir ilanmış. Xanı ilana bənzədir Vaqifdə. Deməli, burada da təşbeh nümunəsi işlənib. Saraydır yuvası, yuvası saraydır. Burada təşbeh nümunəsi yoxdur, amma birinci misrada artıq təşbeh nümunəsindən istifadə olunubdur. Dedik ki, təşbeh bənzətmə deməkdir. Daha qüvvətli başqa bir əşya hadisəyə bənzədilməsidir. 2 növü var: müfəssəl və mükəmməl təşbeh. Bənzəyən, bənzədilən, bənzətmə qoşması bənzətmə əlaməti iştirak eləyir. Məsələn, Əli şir kimi güclüdür. Əli bənzəyən, şir bənzədilən kimi qoşma güclü isə bənzətmə əlamətindən istifadə olunubdur. Və yaxud da deyirik ki, ey yanağı lalə kimi al gözəl, Ziya Zülfün zəndəxana yaraşmış. Burada da yanaq bənzəyən, lalə bənzədilən kimi qoşmadır. Ucu əşrəfli bulud kimi saç. Deməli, burada da Cəmalın günəşdir, qəmərdir üzün. Bax, üzün qəmər kimidir? Burada da təşbeh nümunəsinə istifadə olunubdur. Cəmalın günəş kimidir? Təşbeh nümunəsinə istifadə olunubdur. Deməli, biz bu təşbehə mükəmməl təşbeh deyəcəyik. Kimi hər işlənən cümlələri, ifadələri biz təşbeh adlandırmırıq. Məsələn, evə çatan kimi mən. Burada zaman məzmunu bildirdiyinə görə siz buna təşbeh nümunəsi demirsiniz. Ağzı nabat kimidir? Bəli, burada bənzətmə var deyə siz buna təşbeh nümunəsi deyə bilərsiniz. Ağzı nabat və ağzı nabat kimidir? Ağzı nabat mükəmməl təşbehdir, çünki 2 ifadədən istifadə olunubdur. Burada da ağzı nabat kimidir? Artırmaqla kimini artırıb, artıq mükəmməl təşbeh yaradıbdır. Nabat ağız. Burada deyəndə isə uşaqlar nabat ağız kimidir deyə bilmirik deyə siz buna artıq epitet deməlisiniz. Burada bədii təyinə çevriləcək. Gəlin indi həmin hissələr haqqında sizə danışım. Bu hissələrə diqqət edirək. Məsələn, deyir ki, gözü ahudur. Gözü ahu kimidir? Deməli, sən burada kimini qoşdunsa, sən bu nümunəyə təşbeh deyirsən. Ahu göz demişəmsə, burada təyin edici artırmışam. Necə göz, ahu. Artıq sən buna epitet nümunəsi deməlisən. Yanağı lalədir. Lalə kimidir dediyimə görə, burada yenə təşbeh nümunəsi işlənib. Lalə yanaq, necə yanaq? Təyin edici söz artırmışıq. Buna artıq biz epitet nümunəsi deyirik. Boyu sərvdir. Sərv kimidir? Mən onun boyunu sərvə bənzədirəm. Deməli, təşbeh nümunəsi sərv boylu. Burada artıq necə boy? Burada isə epitet işlənib. Yəni, epitetlə təşbehi qarışdırmayın. İndi isə keçirik uşaqlar sizlərlə metafor. Metafor da Yunan sözü olubdur. Deməli, bunun mənası isə köçürmə deməkdir. Metafor bədii təsvir vasitələrində mürəkkəb məcaz növüdür. Yəni, burada biz təşbehlə epitetə sadə məcaz növü dedik. Buna artıq biz mürəkkəb məcaz növü deyəcəyik. Metaforda mürəkkəb ondan ibarətdir ki, burada əsasən biz təşbehdə dedik ki, 2 əşya qarşılaşdırılırdı, bənzəyən və bənzədilən. Amma metaforda belə deyil. Metaforda bir əşyanı biz görə bilərik burada. Yəni, qarşılaşdıran əşyalardan yalnız birinin iştirakı burada olur. Metaforun digər adı istarədir. Deməli, istiarə. Bu mən niyə belə yazdım? İstiarə. Deməli, bu terminlər də sizin qabağınıza çıxa bilər ki, istiarə termini də metaforla bərabərdir. Qələmim yoxdur bugün. Əlimdən yazıram. Deməli, bu sözdə metaforla eyni mənaya gəlir, çıxır. Məsələn, deyirəm ki, bulud ağlayır. Burada ağlamaq insana aid xüsusiyyətdir. Görürsünüz, buludun üzərinə köçürülübdür. Burada əlamətlərdən yalnız biri iştirak eləyibdir.
bulud. Amma mən desəm bulud insan kimi ağlayır, artıq burada təşbeh nümunəsi yaradıram, bənzəyən və bənzədilən. Amma burada yalnız birinin iştirakını göstərəndə bir nümunə yaratmış oldum. Məsələn, deyə bilərəm ki, bu nümunəyə baxın, göy kişnəyir. Kişnəmək ata aid xüsusiyyətdir. Göyün üzərinə köçürülüb metafor. Dağlar çağırır. Çağırmaq insana aid xüsusiyyətdir. Dağların üzərinə köçürülübsə, deməli burada da metafor nümunəsi yaradılıbdır. Və burada da məcaz növləri yaradılıb. Məsələn, gəlin nümunələrə baxaq. Deyə bilərik ki, biz meşə, belə bir nümunə yazaq. Meşə səni gözləyir. Deməli, burada da artıq metafor nümunəsindən istifadə olunubdur. Çünki burada meşənin gözləməsi insanlar gözləyə bilər. Meşənin üzərinə köçürülübsə, metafor nümunəsidir. Başqa bir nümunələrə baxaq. Bəxtiyarın Heydər Babaya salamında vardı. Deyir, qarı nənə bizə nağıl deyirdi. Küləkdə qalxırdı. Deməli, qapbacanı döyürdü. Deməli, burada küləyin qapbacanı döyməsi metafor nümunəsinə aid nümunədir. Çünki külək döyə bilməz, insan qapbacanı ancaq döyə bilər. Burada metafor nümunələrinə baxaq. Dedik, köçürmə deməkdir, bənzətmə və oxşatma əsasına yaradılır. Burada bənzətmə gizli olur və metaforlarda qəlbləşmiş metaforlar, daşlaşmış metaforlar var ki, gülüm deyirik, bülbülüm, sevgili, ulduz, dodaq, gövhər. Yəni bu cür sözlər də vardır ki, bunlar da metafordur. Məsələn, deyirəm ki, gülüm, sənə nə olub? Artıq o gülün bütün incəliklərini, zərifliyini mən qarşıdakı insana çatdırıramsa, deməli burada metafor nümunəsi istifadə olunubdur. Bu hissəyə baxın, meşə laldır deyəndə burada təşbeh nümunəsi yoxdur uşaqlar. Çünki burada bənzəyən və bənzədilən hər ikisi iştirak edir. Burada metafor deyirik. Metaforda isə bənzəyən və bənzətmə əlaməti iştirak edir. Məsələn, baxırıq buna. Camalın günəşdir. Burada artıq mən Camalın günəş kimidir deyirəmsə, artıq siz buna nə deyəcəksiniz? Buna təşbeh nümunəsi deyə bilərsiniz. Amma meşə laldır ifadəsinə isə siz təşbeh nümunəsi deməyəcəksiniz. Metafor nümunəsi deməlisiniz. Həmçinin bir şey də yadda saxlayın ki, yenə deyirəm. Bax, Camalın günəşdir deyəndə təşbehdə burada camal, yəni bənzəyən, günəş də bənzədilən. İkisi də iştirak edir, amma metaforda bənzəyən və bənzədilən ikisi də iştirak etmir. Meşə lal, onun əlaməti götürülübdür. Meşə kimi laldır? Kimə bənzədilib? Bu yoxdur. Deməli, bu artıq metafor nümunəsi sayılacaq. İndi isə keçirik metonimiya. Metonimiya nümunəsi yenə də Yunan sözü olubdur. Və bunu ad dəyişmə deyirik. Metonimiyada bir əşya və yaxud hadisə əvəzinə onunla əlaqədar başqa bir adın işlədilməsidir. Yəni üstü örtülü. Məsələn, deyirəm salon susub. Burada salon susa bilməz. Salondakı insanlar nəzərdə tutulma görə metonimiyadır. Və yaxud da sinif gülür deyəndə sinifdəki insanları nəzərdə tutulma görə, yəni uşaqlar gülür deyə, burada metonimiya nümunəsidir. Deməli, metaforda qarşılaşdıran tərəflərin əslində bir-birinə uzaq predmetlərdir. Məsələn, belə bir nümunə verirəm sizə. Dağlar məni qarşıladı. Bir də deyirəm, məktəb məni qarşıladı. Baxın uşaqlar, dağdakı insanlar, dağdan insan nə işi var? Dağlar məni qarşıladı. Burada mən bunu insana bənzədə bilməm. Məktəb qarşıladı, orada uşaqdır, müəllimlərdir. Yəni burada insan ola bilər. Yəni metafordakı predmetlər arasındakı məsafə uzaqdır. Ona görə dağların qarşılaşdırması nümunəsinə biz metafor deyirik. Amma məktəb məni qarşıladı nümunəsində mən deyəcəyəm nə? Metonimiya. Çünki burada artıq məktəb deyəndə oradakı insanları mən nəzərdə tuturam. Başqa bir nümunələrə baxaq. Belə bir şeir nümunəmiz var. Nə yatmısan qoca vulkan səninləyəm, ayağa dur Azərbaycan səninləyəm. Burada Azərbaycan ayağa dur.
Azərbaycan deyəndə Azərbaycandakı xalqları nəzərdə tutduğuna görə metafor nümunəsidir. Və yaxud da deyirik, Süleyman Rüstəmin, sən çıxdın qarşıma duzla çörəklə, Təbrizim, Təbrizim, aman Təbrizim. Təbrizim dedikdə, deməli Təbrizdəki insanlar bunun qarşısına duzla çörəklə çıxıbdı. Onu nəzərdə tutmaq istəyirdi. Yeriyir irəli, şəhər də, kənd də. Deyirəm ki, kənd, şəhər irəli gəlir. Buradakı kəndin şəhər deyəndə oradakı insanları nəzərdə tutur. Burada da metafor nümunəsidir və yaxud da deyə bilərəm ki, Bakı fəryad eləyir, gözdən axır sel bu səhər. Bakıdakı insanlar nəzərdə tutulur. Amma desəm Xəzər fəryad eləyir, artıq bu metafor nümunəsidir. Çünki orada insan yoxdur. İnsana aid fəryad etmək xüsusiyyət Xəzərin üzərinə köçürülübsə metafordur. İndi isə keçirik sinekdoğa. Deməli, sinekdoğa nümunəsi nədir bəs? Sinekdoğa da metonimiyanın bir növüdür. Deməli, burada da bir əlamətin, bir predmetin hissəsini tamı əvəz etmiş prinsipə mən buna ləqəb də deyə bilərəm. Bir növ bir adam gözlük taxırsa, biz ona eynəkli adam deyirik. Baxın, orada da sinekdoğa nümunəsindən istifadə olunubdur və yaxud da ki, deyə bilərik ki, Süleyman Rəhimovun Mehman povesti var idi ki, orada qaloşlu adam ifadəsində ki, orada əsl simanı gizlədərək şər əməllər törədən xidmətçisi olan qoca haqqında işlətmişdi. Və yaxud da bir şəxs saqqalını yarım qırxırdı deyə həmin insana yarım saqqal adının verilməsi də sinekdoğa nümunəsidir. Sinekdoğa metonimiyanın bir növüdür. Deyir, onunla bağlı bir anlayış sözün hissəsinin əvəzinə başqa bir tamı əvəz edir. Yarım saqqal ifadəsi və yaxud da eynək taxana dörd göz deyilməsi sinekdoğadır. Sinekdoğa metonimiyanın növüdür. Buna görə də bütün sinekdoğalar metonimiyadır. Və metonimiya böyük anlayışdır, sinekdoğa kiçik anlayışdır. Bütün sinekdoğa metonimiya olur, amma bütün metonimiyaya siz sinekdoğa deyə bilmərsiniz. Daha sonra burada dedik ki, salon susur ifadəsi metonimiyadır, ad dəyişmədən istifadə olunubdur. Bir də buna baxın, sındıq ol qanadım yanıma düşdü. Burada da metonimiya nümunəsinə istifadə olunubdur. Çünki sındıq ol qanadım yanıma düşdü. Burada kədər nümunəsi işlədilibdir. Yəni artıq mən kədərləndim. Sinifdəkilər susur. Əgər dedik metonimiyada predmetlər arasında yaxınlıq olmalıdır. Bax, dağlar bizi gül çiçəklə qarşıladı. Burada dağlarda metafor nümunəsidir. Amma məktəb bizi qarşıladı deyəndə artıq burada metonimiya nümunəsi işlənmiş olacaqdır. Və yaxud da mən deyirəm Sabiri əzbər bilirəm. Mən Sabiri əzbər bilmirəm. Sabirin əsərini əzbər bilirəm. Burada da metonimiya nümunəsi özünü göstərir. Simvol isə rəmz gizli mənanı ifadə edir. Şərti əlaməti, yəni bir növ tülkü hiyləgərliyi, qurd acgözlüyü, şir igidliyi, göyərçin isə sülhün simvoludur. Məcazlar uşaqlar istər nəzmlə, istərsə də nəsrlə yazıla bilər. Yəni bunu da mütləq yadınızda saxlayın ki, məcazların iki növü var, hər ikisində də yazılması doğrudur. Yəni bu haqqda suallarımız dəhşət çox düşür. Yəni simvol da o deməkdir ki, burada Yunan sözündən götürülübdür. Rəmz mənasını yenə deyirəm ifadə eləyir. Müəyyən bir fikri ifadə etmək üçün, oxucuya çatdırmaq üçün müəyyən bir əlamətləri ifadə edən hər hansısa bir heyvanın simvolları yaradıla bilər. Yəni fikir üstü örtülü şəkildə ifadəsi oxucunu düşünməyə məcbur edir və beləliklə də müəllifin əsl niyyətinin üzə çıxması simvolik nümunədir. Yəni müəllif öz fikrini üstü örtülü şəkildə verməklə, simvolla verməklə oxucunun daha da marağı artacaqdır həmin əsərə. Daha sonra məsələn deyir, fırtınada, qasırğada əyilmədi, acizlik, qorxu nədir bilmədi, yaşadı çınar kimi. Burada çınar simvoldur. Nəyə görə çınar simvoldur? Burada çınarın ucalığı, əyilməzliyi burada göstərilibdir. Vaqif günəşi örtsə də deyir qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Qacar da deyir görünür günəşə iştaham vardı. Burada günəş obrazı da simvoldur. Çünki günəş ucalığın rəmzi kimi görünmüşdür. Və yaxud da mən çıxmağa təpə yox, uca bir dağ istəyirəm, həyat kimi yaşamaq istəyirəm. Burada təpə deyəndə kiçik uğurlar nəzərdə tutulur. Uca dağ deyəndə isə böyük uğurlar nəzərdə tutulur. Yəni burada da simvol nümunələrindən istifadə olunubdur. Ümumiyyətlə bədii təsvir vasitələrinin izahı bu qədər. Sağ olun, salamat qalın.